hər kəsə. Yeni bir videoda sizi xoş gördük. Bugün gəlmişik hansı parka? Dunavski Park. Bəli, sizə Dunavski Parkı göstərəcəyik. Xoş izləmələr. Videomu beğenmeyi unutmayın. Bura Novi Sadın yaşıl ürəyi sayılır. Park 19-cu əsrdə təxminən 1890-cı illərdə salınıb və adını Tuna çayının Serbcə adından Dunavdan alıb. Bura elə bir yerdir ki, istənilən fəsildə gəzsən, sakitlik və təbiətin enerjisini hiss edərsən. Səhərlər burada idman edənləri, uşaqları gəzdirən ailələri görmək olur. Parkın ortasında kiçik bir göl var və orada ördəklər üzür. İnsanlar onlara çörək atır, uşaqlar sevinir. Tam Avropa abu-havası yaranır. Parkdan çıxıb biraz gəzəndə artıq uzaqdan Tuna çayının parıltısı görünür. Tuna Avropanın ikinci ən uzun çayıdır. 10 ölkədən keçir. Almaniyadan başlayır Avstriya, Slovakiya, Macaristan, Serbiya və sonda Rumıniya, Bolqarıstan və Ukrayna istiqamətinə axır. Qara dənizə tökülür. Bu çay iki növ Avropanı birləşdirən mavi dəhliz kimidir. Bəli dostlar, indi gəldik biz
Tuna çayının yanına görə bilərsiniz. Burada körpü də var. 2 ədəd körpü var. Sahil kənarında. Serbiyada tuna çox önəmlidir. Tarixən bu çay ticarət yolları, su nəqliyyatı və şəhərlərin inkişafında böyük rol oynayıb. Məsələn, Novi Sad elə bu çayın sahilində qurulub və adının mənası da yeni şəhər deməkdir. Çünki burada əvvəllər kiçik kəndlər olub. Göstər nə dedi sənə? Bəli, indi mənə bu Dunay haqqında, Tuna çayı haqqında məlumat var. Əlbəttə məmnuniyyətlə. Dunay, Tuna çayı Avropanın ikinci ən uzun çayıdır. Almaniyadan Gəzintimiz davam edir və indi gəlib çatırıq şəhərin simvolu olan Azadlıq meydanı. Sağımızda isə Mari kilsəsi var. Kilsə 1895-ci ildə tikilib və Novi Sadın ən tanınmış memarlıq abidəsidir. Bu meydanda demək olar ki, hər gün bir tədbir, konsert, yarmarka, sərgi keçirilir. Yeni il vaxtı isə bura işıqlarla bəzədilir. Hər yerdə musiqi, isti şərab, güləriz insanlar, tam Avropa atmosferidir. Beləliklə, bugün sizlə birlikdə Serbiyanın qəlbi sayılan Novi Sadı gəzdik. Dunavski Parkın sakitliyini, Tuna çayının gücünü, Azadlıq meydanının enerjisini hiss etdik. Əgər siz də belə səyahət videolarını bəyənirsinizsə, bəyən düyməsinə basın, kanala abunə olun və şərhlərə yazın. Sizcə növbəti dayanacağımız yer hara olsun? Biz beləyik, dünyanı birlikdə kəşf edirik. Montenegro'da soyuq burada вообще soyuq. Ciddice soyuyor da ülkeler değiştirecek oluyorsa. Bilmem ama soyuqda oradan da gətirənlər üçün bəlkə soyuyor. Yok, o derece olabilmez. Hiç var. Biz de kışta işlemişik de. Böyle bir şey olmuyor. Mən vaxtını belə vermişdim, mən vaxtını bildiyim stəkanları. Kofe taktırdı burada. Yadında biz mesela şu Şeydə Bakıda... zəhər idi, burada normal. Şeydə var, Montenegro вообще zəhər. Yok, yani ümumiyyətlə Bakıda biz harada salat sifariş verelim, o biraz acı gəlir. Hə, acı. Ha, acı olmalı değil, ama sütlü belə olmalıdır. Burada bir şey getirdim. Bu inşaatda oynasın. Ustalarla oynasın. Ben de bir de neye fikir vermişim, burada içeride servis hakkı koymuyorlar. Yox. Bakıda her yerde servis hakkı koydular. Bakıda var. Her şeye. Var. Koymuyorlar, yok. Qiymət eyni gəlib çıxır. Gəlir. Kofedən sonra yenidən gəzməyə çıxdıq. Köhnə şəhər hissəsində dar rəngli küçələr var.
Binalar 19-cu əsrdən qalma olsa da çox gözəl qorunub. Hər binanın bir tarixi, bir hekayəsi var. Bəziləri köhnə zadiyən ailələrinə, bəziləri sənətkarlara aid olub. Dostlar, bugünlük bu qədər. Videonu bəyənməyi unutmayın. Takipdə qalın. Yeni videoları görəsiniz deyə. Sağ olun.